Həyata gələrkən bizə toxunan ilk əllər onlarındır. Gördüyümüz ilk təbəssümü onlar bizə bəxş edirlər. Çətin anda bizə yetişən də onlardır. Uzun-uzun illərini sağlam yaşamağımız üçün çalışan, durmadan axtarışlar edən, bizi sağlamlığımıza qovuşdurub hər an sayıq keşikçimiz olan həkimlərimiz. Bizə sağlam yaşamağı siz öyrətdiniz. Var olun. Həftə içi 5 gün saat 13:30-da sağlam yaşamaq sizinlədir. Salam, hər vaxtınız xeyir olsun, dəyərli və istəkli tamaşaçılarımız. Xoş gördük. Beləliklə sağlam yaşamaq başladı. Siz də xoş gəldiniz bu arada. Bir saat ərzində bərabərliyimiz davam olunacaq. Bugün də sağlamlığımız haqqında çox maraqlı söhbətlər açacaq və çox maraqlı bir qonağım olacaq. Odur ki, diqqətlə izləyin bizi. Bilirsiniz ki, proqramımız canlı yayımlanır və istənilən halda bizimlə həm normal telefon vasitəsilə və eləcə də mənim rəsmi Instagram səhifəm açıqdır ki, istənilən rəsmin altından məni tağ edərkən suallarınızı yaza bilərsiniz. Verilişin gedişatında çalışacağım bütün sualları səsləndirin. Bu arada xahiş edəcəm, direkt də yazmayın, çünki imkanım olmur özəl suallarınızı oxumağa. Belə, bilirsiniz ki, verilişimizin gedişatı ümumiyyətlə 1 saat boyunca olur və verilişimizin sonuna yaxın hər zaman olduğu kimi Fidan xanım çox maraqlı xəbərlər bizə təqdim edir. Bugün də olacaq təbii ki. O zaman vaxtı uzatmadan gəlin bərabər anonslarımızı izləyək ki, xəbərdar olaq biz bugün nələrdən danışacaq və kim proqramımızın qonağı olacaq. Daha sonra isə qonağımı dəvət edəcəm. Buyurun. Həkim və xəstə münasibətləri. Bu münasibətlər xəstəliyin tez sağalmasına necə təsir göstərir? Ana və uşaq ölümləri. Bu xoşagəlməz hadisələrdə anaların məlumatsız olmaları nə dərəcədə rol oynayır? Bütün bunlar haqqında Tədris Cərrahiyyə Klinikasından dəvətli Turab Canbaxışov danışacaq. Bundan başqa, bir çox xəstəlikləri xəstənin şikayətlərinə və özünü necə hiss etdiyinə əsaslanaraq təyin etmək mümkündür. Hollandiya klinikalarından biri ev şəraitində evtanaziyaya icazə üçün lisenziya əldə edib. Bütün bunlar haqqında az sonra sağlam yaşamaqdan eşidəcəksiniz. Bəli, əziz izləyicilərimiz, artıq anonslarımızı izlədiniz və artıq bəlli oldu ki, biz bugün nələrdən danışacağıq. Odur ki, əziz analar, ana olmağa çalışan xanımlar və ümumiyyətlə bütün izləyicilərimiz diqqətli olun. Bugün çox maraqlı söhbətlərimiz olacaq. Yeri gəlmişkən ginekologiya sahəsində sizi maraqlandıran istənilən sualı yaza bilərsiniz. Çalışacaq həmin sualları da veriliş boyu səsləndirək. Və bugünkü proqramımızın qonağı bilirsiniz ki, Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri olacaq Turab Canbaxışov. Artıq dəfələrlə bizim proqramımızın qonağı olub və bilirsiniz ki, ölkəmizin ən uğurlu, qızıl standartlar deyilən səviyyəsində həqiqətən də dünyaya səs salacaq çox gözəl əməliyyatları icra edirlər və təbii ki, Turab doktorla bərabər onun böyük bir heyəti var. Onları da buradan salamlayırıq. Hər halda düşünürəm ki, bir gündə bütün heyəti burada belə deyək də, qonaq etməyə istərdim və onların yollarını gözləyirəm. Beləliklə, vaxtı uzatmayacağım. Həmən qonağımı dəvət etmək istəyirəm. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdürü, uzman həkim Turab Canbaxışovdur. Buyursun, gəlsin. Salam, xoş gördük. Salam, çox sağ olun. Necəsiz, Turab doktor? Çox sağ olun, xoş gördük. Sağ olun, şükür mənim çox sağ olun. Buyurun, zəhmət olmasa, əyləşin. Anonsu ilə indicə etdim. Hər halda sizə özəl bir xüsusi təqdim etməyə ehtiyac yoxdur. Artıq izləyicilərimiz sizi yaxşı tanıyır. Necəsiz? Çox sağ olun, çox sağ olun. Bu həftəyə demək olar ki, yekun proqramımız olacaq. Artıq biz də tətilə çıxacaq və bugün biz nələrdən danışacağıq? Bugün bizim mövzumuz bütün insanlarımızı və bütün dünyanı maraqlandıran mövzulardır. Bunlar sadəcə hamiləlik deyil, hamiləlikdəki olan problemlərdən dolayı ana ölümləridir. Ana ölümləri niyə baş verir? Həkimin və yaxud xəstənin və yaxud da şəraitsizliyin bir ucbatından mı olur? Və əlbəttə ki, həkimlə necə yetişdirilir, həkimlər kimlərdir və həkimlərlə xəstələrin arasındakı olan münasibət necə olmalıdır? Bir problem çıxdığında qısaca olaraq bu münasibət necə həll olunmalıdır? Qısaca bunlardan bəhs edəcəyik bu verilişimizdə.
Mən istərdim ki, elə giriş olaraq ana ölümlərinin statistik məlumatı bilirəm ki, özünüzlə bərabər gətirmişsiniz. İstər biz ölkədə, ümumiyyətlə də, yaxud da ki, dünyada. Bizə bu statistika nəyə görə vacibdir? Çünki hər bir xəstəlik sırasında və yaxud da ölüm halları sırasında statistikada biz müqayisə edə bilirik. Müqayisə nədən ötürüdür? Məsəl üçün, inkişaf eləmiş ölkələr var, inkişafda olan ölkələr var və çox geridə qalmış ölkələr var belə. Üç qrupa ayırsaq, Avropa qitəsini, Asiya qitəsini və Amerika qitəsini ayırsaq, buradakı olan səhiyyənin müqayisəsi və səhiyyə təşkilatı hansı ölkələrdə yaxşıdır, onun göstərgəsi üçün biz statistikanı istifadə edirik. Keçən verilişimizdə də dəvətinizdə, yadınızdadırsa, biz süni abortlar, normal doğuşlar, kesirlər, oğlan və qız seçimlərindəki olan statistik rəqəmləri demişdik. Bu, həm bizim Səhiyyə Nazirliyinin Statistika Şöbəsinə, həm də Ümumi Statistika Komitəsinə təşəkkürümü bildirirəm. Bu dəfə də onlar bizə kömək elədilər, bizə o məlumatları verdilər. Ana ölümləri dediyimizdə, bizdə Azərbaycan Respublikasının rəqəmləri var. Ümumi olaraq dünyaca götürsək, ana ölümləri rəqəmi nə qədərdir? 100 min xanım əgər doğuşa girirsə bütün dünyada, bunların 400-ü tələf olur. Bütün dünyanı götürürük. Həm UNICEF təşkilatının apardığı araşdırmalar, həm Dünya Səhiyyə Təşkilatının apardığı araşdırmalar nəticəsində bu statistik rəqəmlər var. Ən öndə gedən ölüm hallarına görə Hindistan idi. Aha. 2013-cü ölümün səbəbi nədir? Nəyə görə? Çünki onların əhalisi də çoxdur və əhali çox olduğu üçün də əlbəttə ki, hamilə xanımlar da çoxdur və o nəsil və o insanlar get-gedə daha da çoxalırlar və əlbəttə ki, çoxalan doğuş varsa, orada problemlər nə qədər çox doğuş olarsa, statistik olaraq dəyişməsə də rəqəm olaraq insan başına düşən bir problem şeydir, daha çox olar. Amma doğuş heç bir olmazsa bir ölkədə, orada da əlbəttə ki, ana ölümü də olmaz. Yəni doğuşa girməyən pasiyent hamilə olmazsa olmaz. Hindistan idi, son 3 ildə onlar 4-cü yerə keçdilər. İndi 1-ci yerdə Əfqanistandır. Bu da əlbəttə ki, ana ölümlərinin səbəbləri çoxdur. Çox yerlərə sıralaya bilərik. Amerikada, məsəl üçün, ana ölümlərinin 100 min nəfərə düşən rəqəm 25-dir. Aha. Yəni rəqəm, statistik rəqəm 25-dir. İngiltərədə 12-dir. Bizdə təxminən 15-16 civarındadır. 5 il bundan qabaq bizdə daha çox idi. İndi get-gedə azalır. Bu da əlbəttə ki, innovasiyaların, texnikanın, həkimlərin, kadrların daha da təkmilləşməsi ilə əlaqəlidir. Və əlbəttə ki, insanların hamilə olduqdan sonra mən mütləq müayinəyə getməliyəm və müayinədə həkim nə deyirsə, ona qulaq asmalıyam. Ümumiyyətcə, hamiləlik artıq əvvəlki zamanlar kimi olmamağa başladı. Yəni, mən hamilə qaldım, problem yoxdur. Artıq planlı şəkildə. Bir də doğuşa gedərəm deyə bir təbir yoxdur. İndi artıq bilirsiniz, ətraf mühit, ümumiyyətcə, texnika, şualanma və daha çox stres artdığı üçün problemlər də artır və təbii olaraq da bizim hamiləlikdə olan problemlər də artır. Avropadakı olan rəqəm, məsəl üçün, Avropadakı olan ümumi rəqəm 24-dür. Yəni, İngiltərədə 14 idisə, 12 idisə, Avropada ümumi rəqəm 24-dür. Bu nə deməkdir? Yəni, 100 min xanım əgər doğuşa girirsə, 100 mindən 24-ü tələf olurlar, yəni ölürlər. Amerikan dedik. Afrika ölkələri daha pisdir. Afrika ölkələrində təxminən bu rəqəm 130-dur. Yəni, demək olar ki, 6 qat daha artıqdır. Azərbaycanda 14-dür. 14-15 civarında. Yəni, əslində pis göstərici 7 il bundan qabaq 25 idi bizdə. Yəni, amma indi isə 14-dür. Getdikcə azalma müşahidə olduğu üçün. Azalma müşahidə olunur. Bunun deyəcəksiniz ki, bəs səbəbi nədir? Ana ölümlərinin səbəbi nədir? Ana ölümlərinin başlıca səbəbi iki yerə ayırmaq lazımdır. Bir, qarşısı alına bilən səbəblərdir. Bir də qarşısı alına bilməyən səbəblərdir. Ümumi araşdırma, UNICEF-in apardığı araşdırmaya görə ümumi xanımların ölməyinin səbəbi araşdırılıb və onların ölümlərinin səbəblərini əvvəlcədən bəlli olsaydı, əvvəlcədən daha yaxın izlənilsəydi, bu ölümlərin təxminən 30%-i qarşısı alına bilərmiş.
Bu da nə deməkdir? Yəni əlbəttə ki, 30% qarşısı alına bilərmiş nə deməkdir? Məsəl üçün bir xanım hamiləliyi başa çatdırır, istər normal doğuş olsun, istər kesir vasitəsilə olsun. Uşaqlıq bilirsiniz ki, yığılmalıdır döl çıxdıqdan sonra və qanaxma onunla kəsilir. Çünki uşağı qidalandıran, uşaqlığı qidalandıran iki böyük ana damar var. O hər iki damar təxminən demək olar ki, 1 santim diametrindədir, genişliyindədir. Və oradan da təxminən 1 dəqiqə ərzində 7-8 litr qan dövrü keçir. Yəni 2-3 dəqiqə ərzində qanın hamısı boşalar, nə qədər sıxılsa, nə qədər də müalicə göstərirsə, uşaqlıq yığılmasa olmaz. Və uşaqlığın əzələlərin arasından keçir o damarlar. Uşaqlıq yığıldıqca damar arasında onu sıxır və qan durdurur. Bunun qarşısını almaq əksər ölümlər anladığım qədər qanaxmanın nəticəsində o mu? Bəli. 25% xanımların ölümü qanaxma nəticəsində baş verir. Yəni bu qanaxma baş verir və bunu durdurmaq heç mi mümkün deyil? Mümkündür, əlbəttə ki, o qanaxmaların da şiddətliyindən asılı olaraq yavaş qanaxmalar var, ciddi qanaxmalar var və yaxud da abundan qanaxmalar. O deməkdir ki, yəni uşaqlıq əzələsi heç fəaliyyət göstərmir və qan damarlardan necə axırdısa elə də çöl axmağa davam edir. Ona çox təcili müdaxilə olunmazsa ana həyatı 2-3 dəqiqə ərzində itirilə bilər. Yəni bunlardır. Bunları qabaqcadan görmək mümkün deyil. Əlbəttə ki, müəyyən bir Amma hər halda hazırlıqlı olmaq lazımdır istənilən halda. Yəni burada əsas faktor nədir? Burada əsas faktor əgər biz qanaxmanı ön görə bilmiriksə, hər xanım başına gələ bilərsə, deməli burada nə olmalıdır? Hər bir doğuş olan müəssisədə çox ciddi bir hazırlıqlı komanda olmalıdır. Mütləq. Qan bankından tutmuş, reanimasiya tədbirlərinə qədər ciddi bir tədbirlər görülməlidir. Hər doğan qadın çünki həm sevincli, həm də katastrofaya çevrilə biləcək bir pasiyent ola bilər. O biri problemlər isə ölümlə əlaqəli olan o biri problemlər hamiləliyin gətirdiyi problemlər. Məsəl üçün hamiləlik zəhərlənməsidir, təzyiqdir, qaraciyər çaşmazlığıdır, ürək çaşmazlığıdır. Onlar biraz daha yavaş inkişaf elədiyi üçün onların faizi 25 deyil, təxminən 15%-ə qədər düşür. Sonra infeksiyalardır, hamiləlikdən sonraki infeksiyalardır və hamiləlikdə olan qeyri-hamiləliklə əlaqəli olan faktorlardır. Məsəl üçün qəzalardır, yanğınlardır, zəlzələlərdir və yaxud da hətta burada da başqa səbəblərin arasında həkim səhvi də bildirilib. Yəni bütün dünyada bunlar var. Həkim səhvi də var. Həkim səhvindən başqa pasiyentin səhvi, pasiyentin səhvindən başqa yerləşən mühitin şəraitsizliyin səhvi də gedir burada. Turab doktor, yeri gəlmişkən biz madam ki, belə bir ciddi məsələyə toxunduq. Ananın ölümü ilə bağlı, yəni doğuşdan həmən sonraki olan istənilən hadisədən sonra bu faktı aşkar edərkən, yəni günahı biz kimdə tapmalıyıq? Həkimdirmi günahkar, belə deyək də, hamilə qadındırmı, hamiləlik dövründə nələrsə diqqət yetirməyib, yəni nəyin nəticəsində kim bu məsuliyyəti daşıyır? Bu bütün dünyada konferanslarda belə müzakirə olunan bir sualdır. Burada günah kimdə olduğunu əlbəttə ki, bir problem olursa, birinci Səhiyyə və Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi, ondan sonra müəssisə, həkimin aparıcı mütəxəssis və pasiyentin özü. Bu günah demək olar ki, paylaşdırılır. Ancaq fərdi şəkildə yanaşdığımızda bunu araşdırıb həqiqətən də problemin harada olduğunu araşdırıb onu fərdi şəkildə çıxarıla bilər. Bəzən elə hallar olur ki, bu sadəcə bizim problemimiz deyil, bütün dünyadakı olan problemdir. Bəzən elə hallar olur ki, həkim gözündən qaça bilir bəzi şeylər. Və həkimin gözündən qaçırsa, bu problem məsuliyyəti həkim daşımalıdır. Bəzən olur, xəstənin özünə həkim dəfələrcə dediyinə baxmayaraq, xəstə onun dediyini əməl etmir və yaxud da klinikaya gəlmir və yaxud da dediyini tam axıra qədər icra etmir. Mənə heç bir şey olmaz düşüncəsi ilə olur. Bu adətən Asiya və Şimali Avropa bölgələrində xas olan bir psixologiyadır. Cənubi Avropa. Yəni bu hallarda əlbəttə ki, xəstənin məsuliyyətindədir faktiki olaraq, amma biz xəstənin üzərinə necə bunu ata bilərik?
Doğrudur. İkincisi, xəstə və həkim ikisi bərabər bir problemlə üzbəüz qaldıqlarında bunun həll yollarını axtarırlar, yardıma başqa həkimləri çağırırlar, başqa profil həkimləri çağırırlar. Ancaq məsəl üçün hər dövlətin səhiyyə təşkilatı və yaxud da qurumları fərqlidir, fərqli gücə sahibdirlər. Orada məsəl üçün bir dərmanın çatışmazlığındanmı və yaxud bir cihazın çatışmazlığındanmı və yaxud da bir alətlərin olmamağındanmı irəli gələrək problemlər ortaya çıxır və sonradan da ana ölümü ilə nəticələnə bilər. Adicə bir cüzi bir hal deyim sizə. Bu yaxınlarda bizim klinikada yenə ciddi bir qanaxmalı bir xəstə təcili olaraq daxil olmuşdu. Həm dölü xilas elədik, həm ananı xilas elədik. Amma nəyin sayəsində? Mən bir mütəxəssis kimi qabağa durduq, əlimdən gələni elədim. Ancaq burada başına yığılan bir 5-6 mütəxəssis daha gəldi. Qan bankının işçiləri yaxınlaşdılar, qan verdilər orada. Komanda şəklində. Komanda şəklində. 5-6 nəfər anestezioloq başında durdu. Sonra neonatologiyadan uşaq həkimləri gəldilər. Yəni bu təxminən 2-3 dəqiqə ərzində bütün komanda yığışıb ona xidmət göstərə bilibdi. Yəni burada o xidməti göstərib də o kimdir? Xilaskar Turab doktordur. Xeyr, deyil. Sadəcə klinikanın təşkilində olunmuş cihazların olması və lazım kadrların bir yerə yığılmasının səyi nəticəsində olunubdur bu işlər. Doğrudur, biraz öncə də əslində mən onu qeyd etdim və bu bir neçə il ərzində ki biz efirdəyik, mütəmadi olaraq həm proqramımızın qonağı olursunuz, amma əfsuslar olsun ki digər heyətinizin üzvləri gəlmir. Amma hər halda sizin hər bir uğurunuz bütün Azərbaycanın bir uğurudur və həqiqətən də bir arada müəyyən, belə deyək də, dünya standartlarına uyğun olan, qızıl standartlar şəklində olan uğurlu əməliyyatlar artıq Azərbaycanda da keçilir, əziz izləyicilərimiz və bugün Turab doktor bizimlə bərabərdir, sağ olsun dəvətimizi qəbul etdi və bir saat boyunca biz ginekologiya sahəsində bugün ən aktual müzakirə olunan mövzular ətrafında danışacağıq və ən xüsusda biraz öncə ana, belə deyək də, ölümləri ilə bağlı, hamilə qadınların doğuşdan sonraki vəziyyəti ilə bağlı, hətta statistik rəqəmləri də söylədi Turab doktor, sağ olsun, həm bizdə, ölkəmizdə və dünyada. Hər halda düşünürəm ki, artıq getdikcə bu rəqəmlərin azalması, bu artıq o deməkdir ki, səhiyyə sahəsində uğurlarımız getdikcə artır və biraz öncə də çox doğru söylədiniz ki, bu komanda şəklində tədris cərrahiyyə klinikası artıq düşünürəm ki, tibb elminin məbədidir və bugün Azərbaycanda ən öndə gedən, ən gözəl, professional, istənilən şəkildə, yəni necə istəyirsinizsə elə də anlaya bilərsiniz. Həm tibbi nöqteyi nəzərdə, həm ən son ləvazimatlar, cihazlar, hər bir şey bu klinikada mövcuddur və ən əsası isə həkimlər, yəni kadrların yetişdirilməsi, eləcə də tələbələrin də. Tələbələrin də yetişdirilməsi əlbəttə ki, bir tibb müəssisəsi olmaqdan ziyadə bir də təhsil ocağıdır ora. Yəni tibb universitetinin klinikasıdır. Əlbəttə ki, orada tələbələrin də yetişdirilməsinə böyük bir qayğı göstərilir. Hətta son illərdə bütün dünyada olduğu kimi həkim kadrların yetişməsi də başlanılıbdır. Yəni həkim kadrların yetişməsi çox asan deyil. Amerikanın rəqəmlərinə görə ortalama, yəni çox mükəmməl bir kadra ehtiyac yoxdur. Təxminən bir ortalama bir həkimi yetişdirmək üçün təxminən 2,5 milyon dollara qədər vəsait tələb olunur. Bu nə deməkdir? Yəni bunun burada onun qidalanması və yaxud da əyləncəsi və yaxud nəqliyyata sərf olunan ləvazimatlar daxil olunmayıbdır. Burada onun orta məktəbdən, yəni 9-cu sinifdən başlayaraq həkim olana qədər olduğu tələb olunan təhsili üçün kitablardır və ayırdığı vaxtdır və istifadə elədiyi cihazlardır. Yəni bir mütəxəssis üçün yetişdirilən vaxt təxminən 20-25 ildir. Yəni 10 yaşından başlayaraq bu artıq özünü tanıyanla əgər həkim olacaqsa, heç həkim olacağını bilmirsə, məktəbdə yaxşı oxuyur, yaxşı təhsil alır, instituta qəbul sırasında və yaxud da universitetə qəbul sırasında bu qərar verir ki, həkim olmalıyam. Amma onun artıq bir fundamenti var, bazası var. Sonra universitetə qəbul olunur. Universitetdə qəbul olduqdan sonra ortalama dünyada 6-7 ildir universitet ilə. 10 yaşından tutaq ki, son 5 ili, bir də oradakı 7 ili, 12 il eləyir. O universiteti bitirir və yaxşı oxumalıdır universiteti də. Çünki bu həkimlik elə bir şeydir ki, insan taleyi ilə həll edici
məqamlara toxunan bir Təkcə sənətdir, universitetli peşədir. deyil, məncə bütün ömür boyu. Nə qədər ki bu peşənin İndi sahibidir. Təhsili sırasında da ki, əlbəttə ki, insanın başqa əxlaqi xüsusiyyətləri də yetişməyə başlayır. İstər vicdanı olsun, namusu olsun, düzgünlüyü olsun, dəqiqliyi olsun, təmizliyi olsun və əlbəttə ki, bunların hamısı bir yerdə olmalıdır ki, həkim istir cərrah olsun, istir cərrah olmasın, terapevt olsun, fərqi yoxdur. Bunlar olmalıdır ki, çünki həkim demək olar ki, Almaniyada 2005-ci ildə sorğu aparıblar. Siz ən çox kimlərə hörmət edirsiniz? Nəyə görə Almaniyada? Çünki onu əslində İsrail dövlət hökuməti aparıbdı 2005-ci ildə sorğunu. Çünki almanlar daha çox düz deyən və daha dəqiq deyən. 2005-ci ildəki sorğuya görə 75%-i həkimlərə hörmət edirmiş. Ən peşələrdən ən çox həkimlər imiş. Çünki onlar həm təmizdirlər, həm düzgün işlərini görürlər. Orada indi biraz dəyişibdir səhiyyə sistemi. Çünki orada həkim çaşmazlığı var idi və həkimlər də əllə tutulurdu və həkim olmaq da orada çox çətin idi. Nəyə görə çaşmazlıq olur? Çünki orada bir ailə deyir ki, mən o uşağımı oxudum, 30 ildə ona əmək verim, uşağım da əziyyət çəksin, axırda da həkim olsun. Elə o 30 il yerinə 10 il oxuyar, bankda oturar, bir banker olar ya da bir buğaltır olar ya başqa bir şey. Yəni bunu mən o biri ixtisasları ikinci plana atmaq üçün demirəm. Sadəcə onun çətinliyin altından xətt çəkmək istəyirəm, vurğulamaq istəyirəm. Universiteti bitirir 7 il, ondan sonra ən az 10 il, 5 il rezidenturanı keçməlidir, bir 5 ildə sərbəst bir həkim kimi işləməlidir. Yəni bu 22 illə gəlir çıxır. Yaxşı ortalama bir kadr, standartları bilən və standartları tətbiq eləmək istəyən həkimdən bəhs edirik biz. Buna bu qədər vaxt aparılır. Yəni bir kadr yox olarsa, onun yerinə bu olmadı, o birisini qoyaq, demək birdən-birə çox çətin olur. Yəni böyük ölkələrin planlarına da baxacaq olsaq, orada da məsəl üçün həkim defisiti, həmçində müəllimlər elədir. Yəni ümumiyyətcə bütün kadrlara uzun bir müddət lazımdır ki, yetişsinlər. Amma həkimlər biraz daha fərqlidir, daha uzun müddət tələb olunur. Onlarda da planlar 20 illik planlar ya da 10 illik planlar aparılır qabağa ki, bizim həkimlər çatışmırsa, bir 10 il qabaq, 10 il sonra biz bunu həllini tapacağıq. Amma tətbiqi, qanunları indidən dəyişdirməliyik ki, bu 10 il ərzində müəyyən həkimlər yetişməyə başlasın. O ki, qaldı səhiyyədəki səhvlərə görə, ana ölümlərin səhvlərinə görə, o ümumi dünya problemidir. Hər dövlətin, hər səhiyyə nazirliyin müəyyən bir protokolları var və müəyyən bir qanunları var. Əlbəttə ki, Səhiyyə Nazirliyi, hər bir Səhiyyə Nazirliyi və ya səhiyyə təşkilatları dövlətlərinin büdcələrinə bağlıdır. Və o büdcələrdəki olan vəsaitin xərclənməsi ilə, ölkədəki olan problemlərinlə əlaqəli olaraq bəzi ölkələr 5% verir səhiyyə təşkilatlarına, bəziləri 20%, bəziləri 30%-ə qədər verə bilər. Yəni bunlar böyük rəqəmdir, yəni büdcənin 30%. Bizdə Azərbaycanda hal-hazırda nədir? Yəni dünyanı bilirik desək, amma Azərbaycanda indi vəziyyət hal-hazırda Səhiyyə Nazirliyi və dövlət tərəfindən nələr oluna bilərdi, olunmuyor və yaxud da nələr olunub. Hal-hazırda bu indiki məqamda 10 il əvvəlki məqamlarla, vaxtla müqayisə eləsək, birincisi insanlar, yəni həkimlər öz ixtisaslar içində də ixtisaslaşıblar. Yəni bir urologiya ilə məşğul olan ginekoloq varsa, o sadəcə bu urologiya ilə məşğuldur. Uroloji ginekologiya ilə məşğuldur. Məsəl üçün, onkoloji əməliyyatlarla məşğuldursa bir ginekoloq öz ixtisasına götürür. O, ginekoloji onkologiya ilə məşğuldur və o mərkəzlər yaradılıbdır. Yəni, biraz parçalara ayırmaq daha rahat onların qavranmasına səbəb ola bilər. Bunlar olunubdur. İkincisi, dünyadakı olan müalicə üsulları nələrdir? Protokol şəklində, hətta normal sıradan bir vətəndaş da bu xəstəlikdə nələr olunmalıdır? Bu doğuş sırasında hansı tibbi yardım göstərilməlidir? Səhiyyə Nazirliyinin saytında var. Oraya girib, protokollar hissəsinə girib, o protokolları belə oxuya bilər özü. Yəni, bu da nə deməkdir? Ucqar olan rayonlarda, kəndlərdə və yaxud da uzaq olan, periferiyadakı olan fəaliyyət göstərən həkimlərin internet şükür çox hər yerdə var. Onlara bir plan şəklində bir göstəricidir. Yəni, yol göstərən bir istiqamətləndirici bir vəsaitdir ki, bu xəstəliklərdə bunu eləmək lazımdır. Yəni, Səhiyyə Nazirliyi bunu da edibdir.
İkincisi, müəssisələrin daha da müasir səviyyə çatdırılmasıdır. Yəni əvvəllər bir 15-20 il bundan qabaq MRT çəkdirmək üçün müəyyən mərkəzlər var idi. İndi demək olar ki, hər bir özəl klinikada MRT var və yaxud da kompüter tomoqrafiyası var. Bu da çox böyük bir vəsaitdir. Və ən axırıncı da kadrların xarici göndərilib, orada onlar yetişdirilməsi, Azərbaycana qaytarılması və Azərbaycanda bizim kadrların yetişdirilməsinə dair addımlar atılıbdır. Bu da rezidenturadır. Bu da hal-hazırda bizdə fəaliyyət göstərir. Yəni hal-hazırda Azərbaycandakı olan bu vəziyyətə görə bu ən mükəmməl variant sayılır. O ki qaldı həkimin yetişməsinə isə yəni bir ailədə 5 uşaq olar, hər 5 uşağa da eyni qayğı göstərilər, eyni maddi və mənəvi xərcləmələr verirlər. Ancaq onların içindən biri çox yaxşı olar, biri yaxşı olmaz. Bu da həkimliyin sənəti ilə əlaqəli olaraq həkimlik sənətini birincisi seçən insanın özü sevməlidir. İkincisi ona yatqınlığı olmalıdır, həm fiziki, həm mənəvi. Üçüncüsü də insanlarla psixolojik bir vəziyyəti stabil olmalıdır ki, insanlarla ümumi dil tapmalıdır. Ondan sonra o geri qalanlar təhsildir, praktikadır, ondan sonra yuxusuz gecələrdir, ondan sonra xaricə gedib daha da təkmilləşməsidir. Doğrudur. Ondan sonra da odur. Yəni əslində siz danışırsınız, dediklərinizdə çox böyük bir həqiqət var, amma yəni bizim uşaqlıq illərimizə qayıtsaq, mən yadımdadır ki, uşaq ikən hər kəsdən soruşanda ki, böyüyəndə nə olmaq istərdin? Əksər uşaqlar ya həkim deyərdilər, ya polis işçisi deyərdilər, ya kosmonavt olaraq deyərdilər. Amma bugünkü uşaqlar indi bilmirəm nə qədər həkim olmaq arzusundadırlar yoxsa yox. Çünki həkimin o qədər məsuliyyətli bir işi var ki, əbəs elə söyləmirəm ki, sözün əsl mənasında şərəfli bir peşədir. Amma bir həkim olaraq da sadəcə o sizin fikrinizi bilmək istəyirəm. Yəni son dönəmlərdə bu sosial şəbəkələrdə, Facebookda, ələxüsusda sanki insanların bir aqressiyasını hiss edirsiniz. Yəni hansısa həkimin istər cüzi, istər də çox böyük bir səhvinin nəticəsini görərkən sanki artıq bir-birinə zəncirvari olaraq ötürürlər. Bu nifrəti, bu kini, kidurəti. Bəzən oxuyursan, inanmırsan ki, bu həqiqətən doğrudanmı bütün bunlar bizim ölkəmizdə baş verir? Yəni, hansısa həkimin savadsızlığının və yaxud da ki, qeyri-peşəkarlığının nəticəsində sağlam ayağı qoyub da, tutaq ki, xəstə ayağı qoyub sağlam ayağı kəsməsi, gözü görən insanın gözünün nurusundan, belə deyək də, zədələmək nə qədər ümumiyyətlə etikdir. Bir də bir şey sizin fikrinizi bilmək istəyirəm. Bir də xalq arasında belə bir düşüncə var ki, sanki həkim digər həkimin heç vaxt səhvini üzə çıxartmaz, hər zaman ört-bastır etmək istəyər. İlk dəfədir biz sizdən bu cür açıq söhbətlər edirik. İkinci sualınızdan mən başlayayım. Əslində belə bir şey var da. Yəni dediniz uşaq vaxtı hər kəs soruşurdu kim həkim olmaq, polis olmaq. Yəni polis də, müəllim də, əsgər də, həkim də, onlar dövlətin ən vacib olan sütunlarından biridir. Doğrudur. Və öz dövlətinə hər bir xüsusən o peşələr dövlətinə və sırf xalqına xidmət edən peşələrdir. Ona görə dövlət birinci bir addımlar atanda, bütün dünyadakı dövlətlər, həmçində bizim dövlətimiz addım atanda məhz bu peşələri vacib bildiyi üçün onları nəzərə alaraq addımları atır hər zaman. O biri, məsəl üçün, müəllimin səhvi olarsa, o biri müəllim onu ört-bastır eləyə bilər, tərəfini tutar, olubdur, öyrənməyibdir uşaq deyə bilər və yaxud da başqa bir şey. Polisdə də əlbəttə ki, orada çox belə istisna hallar var, amma ortalama hallarda, ümumi olaraq qarşılaşan hallarda da bilirik ki, eyni peşədən olan insan o bir insanı qoruyar. Yəni, istər paqon yoldaşı deyə bilər, əsgərlər, polislər və yaxud da sistem işçiləri. Həkimlikdə xalat yoldaşımdır deyə bilər. Amma bəzən elə problemlər olur ki, onu qorumaq mümkün olmur. Mümkün deyil, doğrudur. Mümkün olmur onlar. O ki qaldı və qorumaq yer başqa, qorumaqdan başqa da, yəni həkimin elədiyi, yəni ümumiyyətcə indi 21-ci əsrdir. Nə olunursa hər şey göz qabağında. Doğrudur. İndi biz bir əməliyyat eləyirik, onun videosunu, diskini xəstənin özünə veririk. Nəzər. Yəni vermək məcburiyyətindəyik.
İstəyirsin sonra şey eləyə bilərik, uzun Biraz məsələ. qısa fasilədən sonra biz söhbətimizi davam etdirəcəyik. Unutmayın ki, biz bugün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdirini uzman həkim Turab Canbaxışovu dəvət etmişik. Qısa fasilədən sonra söhbətimizi davam etdirəcəyik. Buyurun. Həkim və xəstə münasibətləri. Bu münasibətlər xəstəliyin tez sağalmasına necə təsir göstərir? Ana və uşaq ölümləri. Bu xoşagəlməz hadisələrdə anaların məlumatsız olmaları nə dərəcədə rol oynayır? Bütün bunlar haqqında Tədris Cərrahiyyə Klinikasından dəvətli Turab Canbaxışov danışacaq. Bundan başqa, bir çox xəstəlikləri xəstənin şikayətlərinə və özünü necə hiss etdiyinə əsaslanaraq təyin etmək mümkündür. Hollandiya klinikalarından biri ev şəraitində evtanaziyaya icazə üçün lisenziya əldə edib. Bütün bunlar haqqında az sonra sağlam yaşamaqdan eşidəcəksiniz. Həkim və xəstə münasibətləri. Bu münasibətlər xəstəliyin tez sağalmasına necə təsir göstərir? Ana və uşaq ölümləri. Bu xoşagəlməz hadisələrdə anaların məlumatsız olmaları nə dərəcədə rol oynayır? Bütün bunlar haqqında Tədris Cərrahiyyə Klinikasından dəvətli Turab Canbaxışov danışacaq. Bundan başqa, bir çox xəstəlikləri xəstənin şikayətlərinə və özünü necə hiss etdiyinə əsaslanaraq təyin etmək mümkündür. Hollandiya klinikalarından biri ev şəraitində evtanaziyaya icazə üçün lisenziya əldə edib. Bütün bunlar haqqında az sonra sağlam yaşamaqdan eşidəcəksiniz. Qısa fasilədən sonra söhbətimizi davam etdiririk. Bu dəqiqədən etibarən bizi izləyirsinizsə xoş gəldiniz. Nəzərinizə çatdırım ki, bugünkü proqramımızın qonağı Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ginekoloji şöbəsinin müdiri uzman həkim Turab Canbaxışovdur. Biz bugün çox maraqlı bir mövzu ətrafında danışırıq. Hətta onu altından çizərək demək istəyirəm ki, ilk dəfə olaraq biz bu mövzuya toxunmuşuq. Ana ölümlərinin səbəbi proqramımızın ilkin dəqiqələrində sağ olsun Turab doktor xüsusi bir statistika ilə təşrif buyurdu və ümumiyyətlə ölkəmizdə və dünyada olmuş göstəricilərin, yəni rəqəmləri də söylədik. Və hər halda sevindirici haldır ki, getdikcə bu rəqəmlər bizdə azalır. Yaxşı olardı ki, ümumiyyətlə bu ölümlərin demək olar ki, heç sayı olmasın. Və düşünürəm ki, nə qədər ki, həkimlər məsuliyyət daşıyır, eyni zamanda biz analar da məsuliyyət daşımalıyıq. Həkimin sözündən çıxmamaq şərti ilə, vaxtaşırı müayinələrdən keçmək şərti ilə. Əziz izləyicilərimiz, suallarınız varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Yeri gəlmişkən bir izləyicimiz artıq sualı göndərib, az sonra onu nəzərinizə çatdıracağım. Bu dəqiqədən etibarən isə mənim təşəkkürüm olacaq Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına. Həqiqətən də möhtəşəm bir klinikadır. Yəni artıq 3-cü mövsümdür ki, biz yayımlanırıq və hər zaman biz sizə müəyyən görüntüləri göstəririk və bu klinikada çalışan bizim şərəfli peşənin sahibləri ilə, onlardan biri də Turab doktordur bugün bizimlə bərabər. Yəni, boşuna tərif deməyin ehtiyacı yoxdur. Əsas görülən işlərin və uğurlar haqqında danışsaq daha məqsədə uyğun olar və Turab doktorun və eləcə də onun heyətinin uğurları, yəni, demək olar ki, bir saat ərzində söyləsək belə bitməyəcək. Hər halda bu bizim də uğurumuzdur. Mən istərdim ki, biz qaldığımız yerdən davam edək, Turab doktor. Yəni, bu, indiki 21-ci əsrdən danışırıq və xəstəyə aparılan hər bir müdaxilənin bir hesabatı olmalıdır və xəstənin də əlbəttə ki, ona nələr olunubdur, onu bilmək haqqına sahibdir. Əməliyyat aparılır. Əməliyyat sırasındakı olan bütün video yazısını biz xəstələrə təqdim edirik. Yəni, ginekoloji əməliyyatların bu dəqiqə çoxsu qapalı üsulla, laparoskopik aparıla bildiyi üçün onların video yazısı çox asanlıqla qeyd oluna bilir və xəstələrə təqdim olunur. Və beləliklə xəstə özü öz əməliyyatına baxaraq harada nə oldu, nə problem oldu, nələr kəsildi, nələr götürüldü, onu canlı şəkildə sonradan görə bilir özü. Yəni, görüb anlamasa belə, Allah eləməmiş, hər hansısa bir mütəxəssisə göstərə bilər, bir başqasına götürə bilər və yaxud da 50 var. 5 il sonra keçər, doktor siz mənə nə eləmişdiniz, bir diskə bir daha baxın. Eyni həkim belə baxar oraya o diskə, deyər ki, biz sizə bax əməliyyatda bunları eləmişik, deyə bilər.
O ki qaldı insanların son zamanlar və yaxud da son zaman deməsək də, yəni biraz emosional davranmaqları. Çünki bu təbii bir şeydir. Bütün dünyada olduğu kimi həkim öz peşəsində məsuliyyətli olmalıdır. Və həkimlikdə olan, o da nəhayət olaraq da bir canlı varlıqdır. Səhv eləyə bilər. Ancaq o səhvlər düzəldilə bilməlidir. O səhvlər əgər həkim eləyibsə və yaxud da səhv eləməyibsə, xəstə çox ağırdırsa, həkimin və yaxud ümumiyyətcə bəşəri tibbin gücü çatmırsa onu sağalmağa, ən azından həkim xəstəsinin yanında hər zaman olmalıdır. Adətən bu tibbi baxımından deyil, problemlər yarananda, adətən xəstə ilə həkimin arasındakı olan ünsiyyətdən problemlər çıxır. Ya zəng eləyəndə həkim götürmür telefonu, xəstə başqa yerə gedir və yaxud həyəcanlanır, həyəcandan başına başqa işlər gəlir. Halbuki zəng elədiyi bir şey, həkim desə ki, gəlin baxım səhərsi gün yanımıza, baxar, heç orada ciddi bir şey olmaz. Və yaxud da həkimlə xəstənin arasındakı həkimin dediyini xəstə və yaxud da xəstənin dediyini həkim bəzən düzgün qavraya bilmirlər. O məsələlər ola bilər və ona görə həm həkim tərəfindən, həm xəstə tərəfindən biraz emosional qopmalar ola bilər. Bir də üçüncü bir tərəf də var. Bu daha çox aktual bir mövzudur. Maddi olaraq həkimlərin maddiyyəti ilə əlaqəli. Yəni biz çox şükür indi həm özəl sektorlar var, həm dövlət sektorları var. Dünyada elə bir ölkə yoxdur ki, desin ki, dövlət sektorlarında da və üstəlik özəl sektorlarda da tibbi yardım pulsuz olacaqdır. Əməliyyatlar daxil, bunlar daxil. Elə bir şey yoxdur, mümkün deyil. O da niyə mümkün deyil? Çünki çox yaxşı kadrlar yetişdirmək üçün həm dövlət, həm o vətəndaşın ailəsi, həm özü çox böyük həm fiziki, həm mənəvi əziyyət çəkirlər və çox fədakarlıqlar edirlər. Biz məsəl üçün bir şeyə girib, marketə girib, iki çeşid qatıq desək, biri 3 manata, biri 5 manata, biz 3 manatlığı, 5 manatlığı götürüb kassada 3 manat ödəyə bilərikmi? Yox, əlbəttə. Qətiyyən olmaz. O nədir? O niyə 3 manatdır və yaxud niyə 5 manatdır? Çünki onun üzərində əmək xərclənib, o hesablanır. Biri tutaq ki, orqanik ola bilər, daha təbiidir. Birinin üzərində 10 nəfər işləyib, birinin məsəl üçün inəkləri başqa yerdə otladıb, orada düzgün qidalandırıbdır. O qidalandırmaq üçün onlara düzgün baxım veribdir, südün sağılması daha higienik olsun deyə fərqli cihazlara. Yəni onun öz dəyəri artıq olduğu üçün biraz artıqdır. Həmçində həkimlərdə də bu şəkildədir. Yəni həkimlikdə bizim dövlətimiz dövlət müəssisələrində hamısına pulsuz xidmət göstərmək məcburiyyətində. Ancaq özəl sektorlarımız var. Orada özəl sektorda bu son zamanlarda bir hadisə olmuşdu. Məsəl üçün xəstələr bir hal olubdu orada. Həkimin yanındakı tibb bacılarını, ondan sonra tibbi personalları, yəni fiziki güc göstərərək ağır xəsarətlər yetiriblər. Yəni bunu nəzarət edən orqanlar var əlbəttə ki. Birinci Səhiyyə Nazirliyidir, ikincisi bizim məhkəmə ədliyyə nazirlikləridir və başqa sistem orqanları hamısı buna nəzarət edə bilər. Yəni birinci bir vətəndaş olaraq oraya müraciət olunmalıdır və həkim səhvi varsa o ortaya çıxmalıdır. Həqiqətən də həkim səhvi varmı? Və həkim səhvindən başqa da xəstə ilə həkimin arasındakı dialoq necə olubdur, nəyə görə olubdur? Burada da əlbəttə ki, psixoloqların da müdaxiləsi bəzən lazım ola bilir. Ümumi olaraq insanların, bütün dünyadakı insanların, yəni sağlamlıqla əlaqəli olan səhvləri qəbul etməzlər. Bu normal bir şeydir. Buna normal baxmaq lazımdır. Ancaq mən bir şeyə toxunmaq istəyirəm. Bəzi xəstəliklər var. Bu əslində bizim mövzumuzun ana suallarından biridir. Bəzi xəstəliklər var. Burada indi biz bir xəstəliyi mən belə əməliyyat eləyirəm, belə eləyirəm, heç fəsadım olmayıbdır. Hər həkim özünü tərifləyə bilər və yaxud da hər bir insan öz peşəsində özünü tərifləyə bilər. Ancaq təbii olaraq müəyyən şeylər var ki, onun qabağını biz keçə bilmirik. Bunlar nələrdir? Hər əməliyyat sırasında bütün ixtisaslar üzrə fəsad olma ehtimalı 2%-dən 60%-ə qədər bu diapazonda dəyişir.
İstəyir balaca dırnaq çıxartma əməliyyatı olsun, istəyir ürək əməliyyatı, beyin əməliyyatı olsun. Bu fəsadlar hər zaman vardır. Bu fəsadlar ən cüzi nələrdir? Bir dikiş qoyular, xəstə gedər evinə, bədən o dikişə allergiyası olar, o dikişlər oradan köpəklənir, oradan atar, atdığı üçün oraya bir mikrob düşər və irinlə təzədən həkimin üzərinə qayıdır. Doğru. Burada nə həkimin günahı var, nə də xəstənin günahı var. Həmçində o biri əməliyyatlarda, daha böyük əməliyyatlarda, orada fəsadlar daha fərqli ola bilər. Yəni, xəstə həkimin dediyini düzgün yerinə yetirir, əməl edir. Həkim öz işini düzgün icra edibdir. Ancaq gedişat sırasında tam fərqli yönə xəstəlik gedir. Bu, bütün dünyada olduğu kimi bizdə də var. Yəni, media işçilərindən biz çox sıx əlaqədə oluruq, bunları müzakirə edirik. Yəni, bu yaxınlarda ana ölümlərlə əlaqəli, ekiz, üçəm və yaxud başqa hamiləliklə əlaqəli fikrimizi də bildirmişik tədris cərrahiyyə klinikası olaraq. Amma bəzi şeylərin biz həkimlər olaraq, biz də insanıq, əstəğfurullah, biz də tanrı deyilik ya da mələk deyilik. Onun qabağına keçə bilmirik. Əsas məqam, əsas problem hardan çıxır? Bu məqamları xəstəyə və xəstə sahiblərinə bu risklərin əvvəlcədən olduğunu mütləq bildirmək lazımdır. Bunu bildirdikdən sonra, məsəl üçün deyirik, biz indi buradan sağa dönəcəyik, sonra sola dönəcəyik, sonra düz gedəcəyik, sonra aşağı inəcəyik. Bunu xəstəyə dedikdən sonra, xəstə ilə bir yerdə o yolu gedəndə heç bir çətinlik olmur. Və əvvəlcədən proqnozlaşdırılan şəkildə, deyilən şəkildə gedilirsə, nə xəstədə aqressiya yaranır, nə media bunu çox böyük şey eləyir, yayınlandırır, nə də həkim burada xəsarət alır. Burada mənə gəlir ki, hər iki tərəfdən çox uzun bir yola çıxmaq lazım olacaq. Çünki istənilən halda əgər pasientlərin güvənsizliyi varsa, bu bir zamana buraxılmalıdır ki, həmin o güvən hissi yenidən bərpa olunsun və təbii ki, həkimlərin, heç bir həkim inanmaram təbii ki, istəməz ki, onun gördüyü hər hansısa bir işində bir qüsuru olsun və Allah eləməsin bir ölüm faktı aşkarlansın. Amma əfsuslar olsun, hələ də ki var. Amma yavaş-yavaş deyirlər, ələk yolu ilə bunlar da aradan qaldırılacaq. Hər halda biz ümidimizi itirmirik. Çünki həqiqətən də çox məyus oluruq eşidəndə, biləndə. Amma digər tərəfdən də nə qədər bizim uğurlu, gözəl. İndi siz danışdıqca yadıma düşür bizim ötən verişlərimiz, hansı ki, həqiqətən də çox böyük bir risklə qadın ürəklə bağlı çox böyük bir ciddi bir problemi var idi. Amma hamilə olmağın qərarı almışdı və sizin ekibiniz də təbii ki, 9 ay boyunca demək olar ki, yoxsa neçə ay idisə, yəni nəzarət altındaydı. Axıra qədər çatdı. Hamilə ola-ola, əməliyyat da ana keçirdi. bətnində uşağa ziyan vermədən qapalı əməliyyat keçirildi və çox şükürlər olsun ki, həmin uşaq da, yəni dölə heç bir problem olmadı. Sağ-salamat artıq dünyaya göz açdı və yəqin ki, artıq bir neçə aylıq olar. Bəli. Artıq Yəni, kontrollara da bunları da gəlir, unutmamaq sağ bir lazımdır və problem də yox. düşünürəm ki, bu kimi sevincli hallar da siz artıq o ailənin, o insanların, yaxınlarının ömür boyu heç bir zaman yadlarından çıxmayacaqsınız. Bu məsələni də qeyd etmək lazımdır. Çünki artıq həkimlər digər tərəfdən də bizim ailə üzvlərimizdir. Şəxsən mənim də həyatımda elə insanlar var ki, yəni o ömrümün sonuna qədər həmin cərrahlar, həmin insanlar ki, zamanda mənim də canımla belə deyək də, əlləşərkən məni həyata qaytarandan sonra təbii ki, onları da mən artıq bir ailə üzvüm kimi sevirəm. Heç bir zamanda unuta bilmərəm onların yaxşılıqlarını. Bu mütləq elə olmalıdır. Yəni bir nə ixtisas olursa olsun, həkim əgər bir pasiyent ona yanaşırsa, ona bir yaxını kimi görməlidir. Və oradakı qurulan bağ həqiqətən də uzun ömürlü olur və daha etibarlı olur. Yəni həkim məsəl üçün bəzən elə olur ki, konsultasiyaya başqa həkimi çağırır. Bu o demək deyil ki, bu həkim savadsızdır, başqasını çağırır. Əksinə. Bu ondan ötürüdür ki, o həkim yanına gələn pasiyentin qiymətini və dəyərini bilir. Onun sağlamlığına, qeydinə qaldığı üçün başqa bir həkimi də çağırır ki, mən düzmü fikirləşirəm, ona zərər verməmək üçün. Bir konsilium olar. Bir konsilium şəklində onlar olunur. Yəni bu normal qəbul olunmalıdır. İkinci bir tərəfdən də dediyiniz bir mövzu var ki, yəni yaxşı şeylərimiz olur, ailələrlə sıx olmalıyıq. Yəni pasiyentlər də öz həkiminə etibar eləməlidir. Yəni həkim də o etibarı qazanmalıdır əlbəttə ki. Bu da necədir? Məsəl üçün 4 il bundan öncə 2012-ci ilin statistikalarını mən demək istəmirəm, amma Azərbaycandan xaricə gedən çox xəstələr olurdu. Get-gedə bunlar azaldılar.
Azərbaycandan məsəl üçün xəstələr xarici ölkələrə üst tutmağı xeyli azaldılar. Çox Bu da nə ilə əlaqəlidir? Həm daxildəki olan avadanlıqların, səhiyyə təşkilatının və kadrların gəlməsi ilə, yetişməsi ilə oldu və güvənin artması ilə oldu. Həmçinin də o bayaq dediyiniz mediada bu emosional partlamalar da nədən irəli gəlir? Əgər həkimlərə heç hörmət olunmasaydı, həkim də eləyib də, onların adətidir bunu eləmək. Heç o da məsəl üçün olmazdı mən şey deyirəm. Amma deməli inam və onlardan o qədər böyük bir nəticələr gözlənilir ki, bir problem olan kimi insanın səbri çatmır. Biz sizdən bunları gözləmirik deməkdir əslində bu. Biz sizin daha yaxşı olmağınızı istəyirik. Yəni əslində bu etibarın olduğunu göstərir. Turab doktor, bir izləyicimiz sualla müraciət edib. Deməli 17-ci həftədir ki, hamiləlik yaşayır. Mikroblardan toksoplazma çıxıb və söylür ki, 4,6-ya qədərdir. Müalicə götürməsəm nə kimi zərəri olar? 30 yaşı var və 3-cü hamiləliyidir. Toksoplazma adətən pişiklərdən keçən bir xəstəlikdir. Bizim indi başqa çox heyvanlarımız yoxdur. Pişikmi, yoxsa evdə quş saxlayırlar? Yox, quşlardan keçməz. Adətən pişiklərdən keçər o və yaxud da yediyi ətdən keçər, çiğ ətdən keçə bilər. Göy göyərtilərin arasında əgər pişik olan yerlərdə göyərti yetişdirilibsə və sonra o göyərtini çiğ yeyilibsə, ondan keçə bilər. Bu toksoplazma pişiklərin bədənində böyüyən bir mikroorqanizmdir. İnsan bədəninə düşəndə insana bir zərər verməz. Ancaq hamiləlik sırasında düşərsə dölə təsir edə bilər. Onların fəsadlarından mən danışmaq istəmirəm, ancaq toksoplazmanın həqiqətən də olmadığını bilmək lazımdır. Yəni o xanıma məsləhətimiz olar ki, toksoplazmanın göstəriciləri 2 dənədir. Biri xəstəliyin həqiqətən bu dəqiqə olub-olmadığını göstərən nəticədir. O birisi isə vaxtı ilə bunu keçirib-keçirmədiyini göstərən nəticədir. Həm M forması var, həm G forması var. Toksoplazmadan hər ikisini bir daha verməsini məsləhət görərəm. Əgər orada varsa, həqiqətən də həm M, həm G forması müsbət çıxarsa, 4,6-dan yuxarı 50, 10, 60, 70 çıxarsa hər ikisi də bu deməkdir ki, həqiqətən də xəstədir və onun üçün dərman qəbul etməlidir hamiləliyin axırına qədər. Onun belə bir təsiri olmaz ki? O toksoplazmanın mikrobları dölə zərər verməsin. Onda zərər verməz. Minimuma düşər. Amma 4,6 o hansı göstəricidir onu bilmirik. Bəlkə vaxtı ilə keçiribdir, indi yoxdur. Ona görə ikisini bir yerdə bir daha verməyə məsləhət olunur. Mən də sizə məsləhət görərəm. Yəni, şanslı izləyicisiniz ki, bugünkü proqramımızı izləyirsiniz. Hər halda Turab doktor hər zaman buradadır. Tədris Cərrahiyyə klinikasındadır. Bir gelib baş çəkə bilərsiniz. Biləm, yeri gəlmişkən sizlə vaxt elə tez gəlib keçir ki, Turab doktor, yəni 9 dəqiqəmiz qalıb. İstərdim ki, biraz da olsa bu keyfiyyətli kadrlar barəsində öz fikrinizi bildirəsiniz bizə. Keyfiyyətli kadrlar birinci insan özündən başlayır. Bu veriliş sırasında da dedik. İnsan özündən hər həkim bilir nəyə qadirdir. Və hər həkim bilir ki, mən bunu edə bilərəmmi, edə bilmərəmmi. Keyfiyyətli kadrın yetişdirilməsindən izah elədik, danışdıq. Ancaq keyfiyyətli kadrların, o da insandır, robot deyil. Robotlara proqramlaşdırılır, onlar səhv vermədən. Səhv olursa qırılır, işləmir. Amma insan elə deyil. O yaxşı kadrların yetişdirilməsində bu dəqiqə hər bir şərait var və hətta hər həkimlər 5 ildən bir komissiyadan keçirlər, test sorğusundan keçirlər, praktiki müsahibədən keçirlər. Yəni bunların hamısı olunur. Nəzəriyyə olaraq şey olunur. Amma oradan çıxdıqdan sonra xəstənin başına keçəndə o bildiklərini tətbiq eləyirmi, eləmirmi, onu yoxlamaq çox çətindir. Kadrların yetişməsini danışdıq, ancaq kadrların fəaliyyəti necə olmalıdır ki, səhv eləməsinlər. Yəni, bütün dünyada kadrlara çox böyük bir önəm verilir. Məsəl üçün, mən bir əməliyyata gedirəmsə, məişət problemləri üzərimdə çox varsa, ailə problemləri üzərimdə çox varsa, fəaliyyət göstərdiyim müəssisədə mənim üzərimdə problem çox varsa, mənim beynim və bədənim ruhən çox dolu olur. Ki, əməliyyata girəndə də orada səhv etmə ehtimalım da artır. Razıyam. Ona görə yaxşı kadrlara hər bir ölkələrə olduğu kimi bizdə də önəm verilir, qiymət də verilir. Və kadrların yaxşı fəaliyyət göstərməsi üçün o kadrların ətrafını daha da seyrəltmək lazımdır. Bu, necə deyirlər, problemlərini daha minimuma indirmək lazımdır.
Bu necədir? Səhiyyə Nazirliyində bu yaxşı mütəxəssisdir. Bu müəssisədə işləyə bilər, oraya rəhbərlik edə bilər, buraya gələ bilər. Bu şəkildə olunur. Fəaliyyət göstərən ətrafındakı insanlar tərəfindən çox problemlərin qabartılmağından ola bilər. İndi hər bir ölkənin gücünə, məsəl üçün, Kanadada McGill Universiteti var. McGill mütəxəssis idi, süni maylanma ilə məşğul idi. Onun adına bir universitet verdilər, maliyyə ayırdılar. Al, sən də bu universiteti qur, istədiyin kimi işlə orada. Yəni mütəxəssis necə deyərlər, öz şərait, qurulan ona verilən şəraitlə deyil, özü qurduğu şəraitin içində işləməlidir. Yəni mütəxəssis əgər başqasının verdiyi aləti ilə işləyəcəksə, o öz mütəxəssisliyini tam olaraq göstərə bilməz. Düzdürmü? Tam şəkildə ən yüksək bildiyi səviyyədə əməliyyatı da eləyə bilməz. Ona görə ona vacib olan alətdir, ədəvatdır, dərmandır və şərait ona mütləq təmin olunmalıdır. Bunlar da olunur. O ki, qaldı həkimin özü eləməməyinə, o, yenə deyirəm, insanın daxilindəki olan həkimliyə sevgisindən irəli gəlir. Kadrların yetişməsi də ondan ibarətdir ki, kadrlarda hər zaman qabağa gedən, məsəl üçün, bizdə rezidentlər yetişirlər indi. Yəni, Səhiyyə Nazirliyi ilə bizim universitetdə çox sıx əməkdaşlıq edir, rezidentlərin yetişdirilməsində, proqramların hazırlanmasında. Yəni, oradakı olan ən yaxşı rezidentlərə biz nə edək? Xaricə mi göndərək, 2 illik, xaricdə bir kurs keçsinlər, gəlsinlərmi? Yoxsa burada aparıcı mütəxəssis kimdir? Onun yanına mı verək, o mütəxəssisin yanında işləsin? Yəni, bu şərait yaradıla bilər. Yaxşı kadrların yetişdirilməsində bu şərtlər çox vacibdir. Və yetişdirdikdən sonra onun üzərində mütləq hər zaman əsmək lazımdır. Yəni, mən ginekoloqam, amma mənim dostlarım var, yaxşı kadrdır, başqa mütəxəssislərdir. Mən da onların ətrafında dönməliyəm. Yəni, mənim özüm həkim ola. Yəni, bu, ümumiyyətcə, cəmiyyətdə də bu şəkildədir, idarəçilikdə də, Səhiyyə Nazirliyində də və bütün dünyada da bu belədir. Sırf sadəcə kadr yetişdirib buraxmaq deyil. Yəni, məsəl üçün, bəzi ölkələrdə böhran nəticəsində orada bütün kadrlar xarici qaçırlar. Və xaricdə bütün yaxşı kadrları bilir, onları qəbul edirlər, ölkədə bir böhran yaranır. Türkiyənin 80-ci illərini düşünək. Sonradan onlardan bir reformlar qəbul olundu və xaricdən güclü kadrlar dəvət olundu. Doğru. Amerikalıların özləri gəlib orada fəaliyyət göstərdilər. Mənim müəllimlərimin özlərini orada Amerikanlar yetişdirib gediblər. Onlar indi isə bizləri yetişdirirlər. Həmçində bizdə elə oldu. Heydər Əliyevin vaxtında onun sərəncamı ilə Türkiyəyə həkimlər hər il gedirdi. İndi onlar qayıdıblar, burada fəaliyyət göstərirlər və fəaliyyətdən başqa da yaxşı olar ki, onlar həm də kadr yetişdirsinlər. Əlbəttə. Hətta eyni zamanda bir də praktikanın özü də burada böyük əhəmiyyət kəsb eləyir. Çünki bir də həkimlikdən əlavə bütün dediyiniz o müsbət cəhətlərdən bir dənə də cəhət var. Hansı ki, 6-cı mı, ya 7-ci mi hiss mi deyək. Sanki həkimin daxilində xüsusi bir hissi var ki, bu anda, bəlkə də ədəbiyyatda o yazılmır, amma onu hiss edir ki, bu anda mən bunu etməliyəm. Bunu edərsəm... Bu bilirsinizmi necədir? Yəni bu... yəni... Var. O doğrudur. Yəni bu bilirsinizmi nəyə oxşuyur? Molla Nəsrəddin bütün evdəki yeməkləri yeyir, axırda bir bulkanı yeyir, doyur. Deyir, bilsəydim elə axırda bu bulkanı yeyərdim da. Əslində o his var, düz deyirsiniz. Həkimlikdə də o keçdiyi onun əzab yollarına baxsanız, yuxusuz gecələr olsun, fiziki, mənəvi və yaxud da başqa əziyyətləri keçir orada. O 6-cı hissdirmi, bilmirəm, deyilmi? O öz-özünə yaranır əlbəttə ki. Praktika ilə, ondan sonra problemli xəstələr görməklə o hiss onda yaranır. Və o hiss, mən həkim deyiləm, amma məndə elə hiss var ki, bu sağalacaqdır demək, sıradan bir vətəndaşa düşən bir cümlələr deyil. Onu təcrübəsi olan, müəyyən bir keçmiş-keçli bir həkimlik təcrübəsi və yolunu keçmiş bir insan desə, onda inanmaq olar ona. Yəni bu o hiss, o yollardan irəli gələn bir 6-cı bir yaranan bir hiss kimidir. Əlbəttə ki. Qısaca onu elə peşəkarlığından irəli gələn bir hissi deyə bilərik. O var, düz deyirsiniz, o var və yaxşı yetişmiş həkimlər, həqiqətən də peşəkar həkimlər, o içindəki bir statistika, dünya ədəbiyyatı, standartlar var, o birinci yerdədir. Amma altda da o içəridəki hissi də olur. Çünki hər bir xəstəyə fərdi şəkildə yanaşmaq lazımdır və onun qərarını da məhz o peşəkar verməlidir. Tamamilə doğrudur və əslinə qalsam
biraz öncə siz misal çəkəndə deyəsən Almaniyada söylədiniz. Elə bir sorğu Bəli, bəli. keçirilib ki, və söylədilər ki, ən gözəl peşə İkinci yerdə isə peşələrdən biri. rahiblərdir. Aha. Din adamlarıdır. Ola bilər. Üçüncü advokatlar, diplomatlardır. Dördüncü yerdə də siyasətçilərdir orada. Aha, gördünüz nə gözəl sıralamanı etdiniz, amma həqiqətən də bu fikirlərdə çox böyük bir həqiqət var. Çünki həkimlərə qarşı biz hər zaman başqa cür münasibət bəsləmişik. Çox böyük bir hörmət, izzət və sevgi ilə yanaşmışıq. Çünki sözün əsl mənasında bu Allahdan verilən xüsusi bir vergidir bizim şərəfli peşənin sahiblərinə və bugün yetərincə peşəkar həkimlərimiz var ki, bunu qürurla söyləyə bilərik. Bəlkə də indi ola bilsin ad çəkə bilmərik, kimlərinsə xətrinə dəyməsin deyə. Amma şəxsən mən o insanları tanıyıram və çox sevindirici bir haldır ki, müəyyən bir yaşa gəlmiş bir, istər cərrahdır, istər terapevtdir, indi onları bölməyəcəm, amma bu yaşlı nəslinin arasında gənc kadrlar da var. Onlardan biri də sizsiniz və ümumiyyətlə, ilk dəfə mən sizlə tanış olanda, proqramlara hazırlayanda doğrudan da sözün əsl mənasında fəxr hissi keçirtdim ki, artıq bizdə də gənc, peşəkar, işinin ustadı olan həkimlərimiz var, kadrlarımız yetişir və bugün mən də özümü haradasa xoşbəxt hiss edirəm ki, istənilən halda bəzən olub gecə saat 3-də, səhər 5-də zəng ediblər ki, təcili sənin də məsləhətinə ehtiyacımız var, kimi tanırsan yaxşı həkimlərdən? Həmən artıq fikirləşirəm, aha, mən burada bunu tanıyıram, buradan bunu tanıyıram və gedəndən sonra, son uğurlu nəticəni əldə edəndən sonra sanki mən də sizinlə bərabər bu komandanın üzvlərindən biri kimi hiss edirəm. Doğrudur, elədir. Doğrudan da çox böyük bir şərəfli bir sahədir. Sizin də işlərinizdə uğurlar diləyirəm. Tez-tez gəlin, çox xahiş edirəm. Bilirəm ki, çox təvazökarsınız. Gördüyünüz işlərinizi, uğurlarınız haqqında belə üzdə danışmağı sevirsiniz, amma düşünürəm ki, bunları deməyə, danışmağa ehtiyac var. Biz bunu, hər bir şeyi bilmək bizim də haqqımızdır. Çünki biz bunu bilərkən bu söhbətlər, necə ki, müəyyən xoşa gəlməyən söhbətlər həmən sosial şəbəkələrdə yayılır. Bu uğurlu nəticəyəndir. Nəinki ölkəmizdə. Qoy bütün dünya bilsin ki, bizim ölkəmizdə bu cür gözəl həkimlərimiz var. Artıq yavaş-yavaş yekunlaşdırmaq məcburiyyətindəyik. İnanın, sizinlə danışmaq çox böyük bir zövqdür. Qarşılıqlıdır. Tez-tez gəlin, digər mövzuları da çözək qarşılıqlı olaraq. Amma hələ sağollaşmırıq, çünki Fidan xanımın hazırladığı maraqlı xəbərlərimiz var. Gəlin bərabər izləyək. Bir çox xəstəlikləri xəstənin şikayətlərinə və özünü necə hiss etdiyinə əsaslanaraq təyin etmək mümkündür. Bu barədə Texasda yerləşən Rice Universitetinin araşdırmaçıları məlumat veriblər. Onlar sübut ediblər ki, bir çox insanlar praktik olaraq sərbəst şəkildə öz xəstəliklərini təyin edə bilərlər. Eksperimentdə 1,5 min könüllü və tibb işçilərindən ibarət qrup iştirak edib. Ən əvvəl tədqiq olunanların sağlamlıq vəziyyətləri və şikayətləri dinlənilib. Daha sonra həmin insanlardan qan analizi götürülüb. Məlum olub ki, xəstələrin bir çoxu öz xəstəlikləri haqqında tibbi analizlərdən daha dəqiq məlumat veriblər. Onda qeyd edək ki, bu fakt bütün sferalara aid edilə bilməz. Belə ki, xərçəngi əsasən də ilk mərhələlərdə təyin etmək demək olar ki, mümkün deyil. Bunun üçün dəqiq və yüksək texnologiyalı üsullar tələb olunur. Hollandiya klinikalarından biri ev şəraitində evtanaziyaya icazə üçün lisenziya əldə edib. Hal-hazırda klinikada həyatlarına son veriləcək xəstələrə baş çəkmək üçün xüsusi briqadalar formalaşdırılır. Bundan sonra sağalmaz xəstəliyə yoluxan, buna görə də həyatları ilə vidalaşmağı üstün tutan Hollandiya sakinləri xüsusi nömrələrə zəng vuraraq həkim briqadasını çağıra bilərlər. Amma bu hüquqdan heç də bütün pasiyentlər istifadə edə bilməzlər. Belə ki, xəstənin evtanaziya olunmasına ehtiyacın olub-olmadığını həkimlər təyin edəcəklər. Evtanaziya, yəni xəstənin könüllü şəkildə həyatına son verilməsi ilk dəfə 2002-ci ildə məhz Hollandiyada leqallaşdırılıb. Evtanaziyanın tarixi çox qədimdir, lakin bu proses tibb etikasına görə və qanunla qadağan edilib. Ancaq bununla belə tarixdə gizli şəkildə xəstələrə evtanaziya tətbiq edən bir çox həkimlərin cəzalandırılması faktları da mövcuddur.
Belə əziz izləyicilərimiz, yavaş-yavaş proqramımızın yekunlaşdırmağa gəlib çatdıq. Daha doğrusu yekunlaşdırırıq. Və bugün bizi izlədiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Turab doktor, sizə çox sağ ol demək istəyirəm. Yenə gəlin. Çox qısaca, buyurun, sözü sizə verəcəm. Qabaqdan yay gəlir. Bütün insanlarımıza bu yayı dəyərləndirməyi, günəş enerjisinin çox səmərəli istifadə etməsini arzulayıram. Və əlbəttə ki, sentyabrda daha ağır bir gün olacaqdır. Enerji toplamalarını və sizin verilişinizə də xoş istirahətlər arzulayıram. Çox təşəkkürümü bildirirəm. Sağ olun, sabaha qədər qismət olsa görüşəcəyik. Sağ olun.